Hidayət Öpü, salam. Salam. Nəyə görə sizin yanınıza pasiyentlər müraciət edəndə cinsi zəifliklə bağlı siz onları ümumi bir analizə göndərirsiniz? Ona görə ki, cinsi zəiflik xəstəlik deyil. Cinsi zəiflik törədən səbəblər var, xəstəliklər var. Yəni, cinsi zəifliyə xəstəlik kimi yanaşma tərzi ən səhv yoldur, ən düzgün olmayan yoldur. Çünki bunun sonu uğursuzluqdur. Çünki bəzi həkimlər çalışırlar ki, cinsi zəiflik adı ilə xəstələri müalicə etsinlər və bununla bir nəticə əldə etməyə çalışırlar. Amma bu mümkün deyil. Ona görə ki, cinsi zəiflik yaranır nədən? Sinir sistemində olan problemlərdir. Cinsi zəiflik nədən yaranır? Endokrin sisteminin pozğunluqlardan. Cinsi zəiflik nədən yaranır? Ürək qan damar sistemində yaranan problemlərdən, qan dövranının pozulmasından, periferik damarlardan spazmalardan, metabolik dəyişikliklərin meydana gəlməsindən, arterial təzyiqin yaranmasından. Yəni bütün bunlar hamısı səbəbdir.